Mən bu musiqini başımdan çıxartmalıyam. Bunun adı earworm'dur. Tərcümədə qulaqda yaşayan qurd. Daha doğrusu qulaqda yaşamır, beyində yaşayır. Beynimiz əslində qalsa bitməmiş informasiyalara nifrət edir və biz bu informasiyanı axıra qədər çatdırmadığımız zaman sanki bizim özümüzə sadomazoxistik hərəkətlər edir və eyni səsi dəfələrcə saxla, qaydır. Amma bununla necə mübarizə aparmalıyıq? Bunun fərqli yolları var. Ən effektiv yolu həmin mahnını, mahnıdırsa və yaxud da nədirsə, əvvəldən axıra kimi oxumaq və bu zaman beynimiz axır ki, bu yarımçıq, ilişən, loopda olan, bu döngədə olan səsi döngədən çıxartmaq. Və bu zaman beynimiz rahatlaşır və bizi də buraxır. Son zamanlar bu mahnıya görə bir çox adama şapalaq vurmasıdır, amma yenə də siz də qulaq asın bu videoya və qulağında qurd olan dostunuza göndərin. Alınmadı şapalaq vurun.